Koy vursunlar, az koy vursunlar da. Koy vursunlar, cehenneme vursunlar. Boş ver. Boş ver. Mən heç kimin balasına sataşacaq qədər alçaq deyiləm. Mənim balama toxunmayın. Toxunarsızsa mənim başım gedir. Mənə maraqlı deyil. Sizin uşağınız kimdən dünyaya gətirmişsiniz? Neçə yaşı var? Harda işləyir? Necə giyinir? Necə yaşayır? Özünüz bilərsiniz. Mənim övladım nevroloji больницada qeydiyyatı var. Mənim övladım 4 il, 5 il bundan öncə müalicələr alıb və beyni sirkələnib. Və mən övladımı yola verə-verə yaşayıram. Ola bilər qıraqdan sizə tərbiyəsiz kimi görünsün. O mənim övladımdır. Düz deyirsiniz, övlad anaya cavab qaytarmamalıdır. Düz deyirsiniz, tərbiyəsizlikdir. Amma o mənim övladımdır. Hamınız da yığılsaz, o mənim övladımdır. Başa düşürsünüz? O mənim uşağımdır. Mənim uşağım qıraqdan sənin üçün. Mənim verdiyim tərbiyə deyil. Allah hamınızdan uzaq eləsin. Mənim uşağım betona yıxılıb və beynində travması var. Mənim verdiyim tərbiyə deyil. Mən sənin ailə anonla harasa getməmişəm ki, tərbiyəsizliyimi görəsən. Mənim övladım başından travmalıdır və oğlan uşağıdır. Oğlan uşağını atasız böyütmək çox çətindir. Allah heç bir gəlin qıza qismət eləməsin ki, oğlan uşağını əsasən də atasız böyütmək. Mən istəməzdim ki, mənim ailəm dağılsın. Mən sırf ailəm dağılsın, lüt gəzim deyənə, küçələrə düşürəm deyənə rahat həyat istəsəydim, mən anamla yox. Mənim 32 yaşım var. Eybəcər qadın da deyiləm, vicsiz qadın da deyiləm. O qədər subay oğlan var ki, Nurjeni biri ilə mən Zaksa, kəbinə girib qıraqda yaşaya bilmərəm. Niyə ki? Ailəmə məhkumam, mən ancaq anamla, uşağımla qalmalıyam. Ailəmlə boşandım. Niyə mən də cavan qızam da, mən də gedib başqa oğlanla qıraqda ailə də qura bilərəm, yaşaya da bilərəm. Mənim ehtiyacım yoxdur. Allah heç bir qızın, heç birimizin uşağına qismət eləməsin ki, ailəsi dağılsın. Və mənim kimi oğlan uşağını güclə böyütsün. Güclə. Mənim qızım evə gəlir ki, atamın iyini istəyirəm. Mən çox əziyyət çəkirəm. Mən birini deyirəm, birini deyə bilmirəm. Amma qismət buydu. Siz mənim boşanmağımı mənim başıma vura bilmərsiniz. Və mənim bugünkü günüm, mənim oğlum mənə cavab qaytarır, eybi yox. Mənim sevgilim var, niyə yoxdur ki? Mən sənə demişəm ki, mənim sevgilim yoxdur, əcəb eləyirəm. Mən ailəmi sevgilimə görə dağıtmamışam ki. Mən 6 il deyə boşanmışam. Sevgilinin nə dəxli var? Və mənim bugünkü günü, mənim oğluma heç bir tiktoker tərbiyəsiz deyə bilməz. Tərbiyəsiz deyər, cavabını alar. Siz kayıtları bəzi yerlərdən sildirmişsiniz. Allah göydən görür. Mən sosial şəbəkə mənə maraqlı deyil. Mən özüm üçün canlı yayımımı açıram, izləyicilərimlə dərdləşirəm, yayımı bağlayıram. Mənim oğluma tərbiyəsiz dediyivə görə Allah bilirsən də sənə bəlalar verib. Otur bəlalarını çək. Mənim oğlum tərbiyəsizdir, mənə xoşdur. Cavab qaytarır mənə.
Mənə xoşdur. Mənə söz atırsınız canlıda. Bəziləri yayın açanların uşaqları kimi, bəziləri... Mənə deyirsən də, mənə deyirsən, öcü bulub. Mənim uşağım mənə cavab qaytarır. Mənim balamdır, mənim uşağımdır o. Mənə xoşdur. Xoş deyil ha mənə, amma sən kimisinə görə mənə xoşdur. Bildiniz? Çatdı sizə. Birdən ikiyə, bax 2100 adamsız. Birdən ikiyə görmüsünüz ki, mən kiməsə söz atım. Cəhənnəmə. Birdən ikiyə görmüsünüz mən kiməsə söz atım. Mən kiməsə durduğu yerdə söz atmışamsa, Allah mənim 2 dənə, bax övladım var, mənim həyatda heç kimim yoxdur. 2 dənə az yaşlı balam var. Gecə vaxtıdır. Əgər mən, aç yorumları, əgər mən durduğu yerdə kiməsə bu vaxta qədər söz demişəmsə, mənim o 2 dənə körpə balam var, körpə. O balalarımı Allah mənim əlimdən alsın, məni də Allah yox eləsin. Əgər mən durduğu yerdə kiməsə bu vaxta qədər söz atmışamsa. Başa düşdünüz? Mənə lazım deyil ki, nə mənə reyting lazımdır, nə də bir şey. Mənə reyting lazım olsa, mən hansısa oğlanlarla burada PK eləyərəm, belə yox, belə qazanaram. Görmüsünüz kimlə hansı oğlanlara qoşulun PK eləyim? Bir dənə semkadı bir məhəbbətdir də. Açıram canlını, səy-səy otururam sizlə danışıram. Mənə reyting lazımdır, tüfürüm reytinga, neynəm reytingi? Bu vaxta qədər TikTok'un şotuna neynəmişəm ki mən? Ev tikdirmişəm, bağ tikdirmişəm, maşın almışam, maşınlar değişmişəm, qırqızıl almışam, neynəmişəm? De ala. De ala. Üstünə 3 manat koyub rek sonra satıram. TikTok'un mənə xeyri budur. Bəziləri rahatçılıqla burada kart koyur. Mən Rexona satıram. Bu da mənim TikTok'un xeyri. Neynirəm reytingi? Neynirəm? Anamın nömrələrini saytlara verdiniz. Özümə nifrət elədim. İğrəndim özümdən. Dedim ölüm. Kaş mənim kimi övlad avariya küsül ölsün. Vay indi də deyirəm özümə. Allah məni öldürsün elə. Mənim kimi övladı. Mən cındıra görə mənim anamın nömrəsi saytlara getdi. Mən cındır övlada görə. Mənə lazım deyil TikTok. Tüfürüm TikTok'a. Mənə lazım deyil. Mənim anamın nömrəsi getdi TikTok'a. Başa düşdün? Mənə görə. Mən kiməm ki? Mənim o cür anam var. Mənim o cür anam var. Mənim belə lüt olmağıma bax. Mənim anam qeyrətli arvatdı. Mənə kimi cındıra görə mənim anam biyabır oldu. Bax mənə görə. Başa düşdünüz? Kim mənə durdu dəst geçə bilər burada? Mənə nədən dərs keçirsiniz? Mənə reyting lazımdır. Neynirəm mən reytingi? Neyimə lazımdır mənim reyting? Cavan oğlanlar var burada. Allah'ımıza and olsun. Özünü çok güzel bilirsiniz. PK eləyərəm onlarla. Bir dənə mənə jitonlar gələr. Lazım deyil istəmirəm. Neynirəm? Oturam gic-gic danışıram da sözü ilə. Mənə reyting lazımdır. Neynirəm az? Reytingiz uzunun düşür ki. Mən heç kimə sataşmıram. Mənim oğlumdan işiniz olmasın. Mənə xoş deyil mənim oğlumun mənə cavab qaytarmağı. Mən də anayam. Mənə xoş deyil. Mən ona cəza da verirəm. Deyirəm get tək ayaq üstə qal. Deyirəm sənə pul verməyəcəm, səni aparmayacam. Özündən hası deyil də mənim uşağım cavab qaytarır, qışqırır mənim üstümə. Neyniyim? Öldürün balamı. Nə istəyirsiniz? Niyə mənim uşağıma söz atırsınız? Sonra artist eləyirsiniz ki, Zuzu mənə söz atdı. Bəsdir də. Mən heç kimə söz atan qız deyiləm.
Mənə heç kimin heç şey lazım deyil. Mən dilənçi deyiləm. Yolçu da deyiləm mən. Heç bir oğlan Azərbaycanda deyə bilməz ki, Zuzu mənə zəng eləyib 1 manat məndən pul istəyib. Mənə lazımdır. Küçələrə düşüb pul qazanaram, mənə heç kimin bir tikəsi də lazımdır. Açırlar canlını. Allah şahidimdir. Bu orucluğa tapşırıram. Bu orucluğa tapşırıram. Eğer mən durduq yerdə kiməsə sataşmışamsa, Allah benim balalarımın da benim belamı versin. Kaydı sildirmişsiniz. Kayıtda deyir ki, mənim uşağım mənə cavab qaytarar. Mənim uşağım qaytarır. Mənə deyirsən? Mənə deyirsən? Allah bu sözümdən bağlayıram. Kim mənə mənim boşanmağımı mənim başıma vurub, mən güya əxlaqsızlıqla boşanmışam, hə? Yasama məhkəməsində boşanmışam. Ad soyadımı kimə lazımdır, səhifəmdə əlaqə nömrəm var, yaz. Mən adımın, atamın, hər şeyimi sənə göndərirəm. Ged arxivi qaldır, gör mən nəyə görə boşanmışam. Başa düşdünüz? Çatdı sizə. Kim də mənim Rauluma söz deyir, mənim ürəyimdən su içsin. Hər dəfə mən Raul üstümə qışqıranda, Raul mənə cavab qaytaranda, necə mənim ürəyim hooflanır, zəng eləyirəm padruqalarıma ki, ay Allah, mən bu uşağı neyniyim? Biri deyir, psixoloq apar. Deyirəm, az psixoloqa necə? Aparım psixoloqa nə deyim? Neyniyim? Raul 2 gün yaxşı olur, 1 gün pis olur. Gəlir qucaqlayır, üstümə qışqırır, gəlir qucaqlayır mənə ki, mama deyir. Mən deyir, bilə-bilə demədim. Az mənim uşaqlarım ataya bağlı deyir, mənim ailəm dağılıb. Ata ilə nəfəs alır mənim balalarım. Başa düşürsünüz? Əgər mən də öz kefimə görə ailəmi dağıtmaram da, mən atasız qızam. Mən atasız qızam. Atasız qızlar heç vaxt ailələrini dağıtmırlar. Siz ata sığalı görmüsünüz, qardaşınız da dalınızda durub, atovuz da dalınızda durub. Atasız qızlar heç vaxt boşanmaq istəmir. Çünki bir insana sığınırlar, qohumlarından it kimi qorxurlar. Onun dərdindən söylürlər, döylürlər, otururlar. Amma elə şeylər var, inanın dözmək olmur. Vallahi dözmək olmur. Onlardan biri də mən olmuşam. Kaş dözə bilərdim, amma dözmək olmur. Vallahi dözmək olmur. Bildiniz, dözmək. Allah sizin ailəvizdən, sizdən uzaq eləsin. Kim yenə məni ələ salırsınız ha? Bu min yuqqaya görə boşanmısan ha? Sizi qarğış eləmirəm də. Orucluqdur. Heç sənə demirəm sizə. Mən əgər durduq yerdə bu orucluqda kiməsə ağzımı açıramsa, o 2 dənə yatan evdə balam mən. Heç səhərimizə belə sübh səhər 6 var ha. O səhərə çıxmayaq. Mən heç kimə sataşan qız deyiləm. Mənə lazım deyil. Mənim anamın nömrəsini sayta qoyub, üstündən 1 ay keçir, Allah qaynatava rəhmət eləsin. Adamda bu üz var ha, bu üz yaxşı şeydir. Bu üz. Sənin üzün var ha, o qədər padoşdur. Allah, Allah, Allah. Özümü döyüb öldürərəm. Sən bir sən nəsən? Uy, uy, uy. Mən sənə söz çatdıra bilmərəm. Sənə söz çatdırmaqdan ötəri. Mən bu abırsız paltarım var ha, bunu da soyunub dayanmalıyam. Mən sənə söz çatdıra bilmərəm bala. Sən bilirsən nəsən? Oy, oy. Sən nəsən? Sən mənim anamın nömrəsini sayta qoydun belə. Anamı etiket elədin. Haralarlansa. 1 ay keçdi, qaynatam öldü, yazdı ki Allah sənin qaynatava rəhmət etsin. Belə telefon əlimdə, bax Raulun canı, telefon əlimdə bax belə. Belə dedim, ay mama bu mənə yazıb. Belə de bala heç nə demə, eybi yox. Eybi yox bala. Dedim qoy söyüm atın bloka. Anam dedi yo. Eybi yox. Eybi yox ay bala. Cavandı da Allah görür, eybi yox. Məndən uzaq ol. Padruqalarva zəng eləyirsən konferansda. Mənim adımı çəkirsən. Əl çək məndən. Əl çək. Mən Rexona mı satıram? 2 dənə də uşaq dolandırıram. Əl çək. Uzaq dayan məndən. Əl çək.
Bəsdir. Mən cındıra görə, mən elə özümə cındır, mən cındıra görə, mənim anam biabır oldu. Əl çək. Bəsdir. Uzaq ol. Məndən uzaq ol. Kim də kimin balasına, ailəsinə, çörəyinə bayis olursa, kim də kimin ailəsinə sataşırsa, uşağını ələ salırsa, çörəyinə bayis olursa, qeyrəti ilə oynayırsa, heç nə yox. Bax, əlimi açıram, baba bu gecədən istəyirəm, bu orucluqdan istəyirəm. Nə arxam var, nə dayım var, nə əmim var, heç kimim yoxdur. Bax, o göydəki Allaha tapşırıram. O qurban olduğum Allah onun cəzasını versin. Mənəmsə mənim, odursa onun. Başqa heç nə demirəm. Bağlayıram bu mövzunu. Bu mövzu haqqında da danışmaq istəmirəm. Və yenə də deyirəm, mənim oğluma kim nə deyirsə Allah görür. Qutardı. Bağladım, bitti. Nə qədər istəyirsiniz danışın. Mən indi saat gör neçədir, gedirəm qaş işləməyə. Mənim sizlə əsəb keçirdəsə halım yoxdur. Всё. Qutardı. Erer, heç kimi nə bloka atırsan, nə də bir şey bala. Heç kimi bloka atma. Heç kimi blokada atma. Qutardı getdi. Otur bala. Qoy bu bir interneti açım. Xanıma deyim konum atsın. Atsın gedək şeyə, qaş işləməyə. Uşaqlar, bu səhifəmə takip atın buradan. O biri səhifəm nədənsə bağlandı. Bağladılar o biri səhifəni ki, birdən Zuzu birdən çörək pulu qazanlar. Eybi yox, canları sağ olsun, qoy olsun. Zuzu olsa küçədə tursik də satacaq, pul qazanacaq. Uşaqlarını ac qoyan deyir. Zuzu gedəcək Sədrəydən tursik mayka götürüb satacaq, üstünə 1 manat qoyacaq. İşləyərəm. İşləyərəm. Hazırlığının puludur. Mən oturub uşağımın gələcəyini qururam bala. Mən oturub axmaq şeylərlə məşğul ola bilmərəm. Yazım gəlirəm can. Şu. Allah hamısını ruzsun versin. Allah bu dünyada heç vaxtı başsız qalmayasan ki, başsız qalanda belə olursan. Baba belə olursan başsız qalanda. O belə olursan. Başsız qalanda adam bugünə qalır. Başsız qalanda belə olursan. Düşürsən küçələrə. Qaşı 80 eləyirəm ay ürəyim. Qaşı 80 eləyirəm. Bütün qaşları 80 eləyirəm. 80'dır qiyməti. Allah hamısının anasına can sağlığı versin. Ne bileyim, həyatda da yaşayırıq. Yaxşı olur. Yaxşı olar. Hər şey yaxşı olacaq. Mənim oğlum da əsəbləri düzələcək, yaxşı da olacaq. Mənim uşağım dəli deyil ki. O vaxt Raul, mən Xırdalanda qalırdım. O sürüşkən yoxdur, sürüşkənin 4 künc hissəsi var, yuxarı hissəsi. Oradan elə bir yanlarının şurupları var. O şuruplar yox idi. O şurupları götürmüşdülər. Raul beli üstə getdi o betona. Elə bir ki, bir qapı hündürlüyündə yerdən. 3 yaşı var idi. Mən onu bütün banitsalarda gəzdirdim. Axırda ona Əhmədlidə bir dənə banitsa var. Orada hündür bir həkim var idi, Zaur həkim. Mənim oğlum nə danışırdı, nə yiyirdi. Raul belə uşaq olmayıb. Raul çox sakit uşaq idi, çox. Sakit, səsi çıxmırdı.
Raul o dərmanları qəbul edəndən sonra mənim uşağım başladı qışqırmağa, başladı məndən dalaşmağa, söyüş söyməyə, əl qaldırır, sındırır. Mənim uşağım da belə olubdu. Mən onu yola verirəm. Mən Raulu yola verirəm. Neyniyim? Uşaq mənim üstümə qışqırıb basım döyüm onu. Olmur axı. Olmur, olmur. Olmur. Mən onun üstünə qışqırıram. Anam deyir ki, uşağı tərbiyəsiz eləmirsən. Yox, məsəl üçün mən ona deyirəm ki, Raul qurban olaram, mama qurban. Qışqırma. Anam deyir ki, deyir uşağı qudurdursan. Deyirəm, mama qudurtmuram. Buna olmaz da. Bununla qışqırırsan, o da qışqırır. Söz deyirsən, vırır dağıdır. Mən necə eləyim? Ayağının altı düzdür. Onu müalicə elətdirməliyəm. Raulun ayağı düzdür. Ortopedik ayaqqabılar başlamalıyam almağa. O gün nə aparmışam onu həkimə, ayağının altı düzdür. Yeriyə bilmir, gəzə bilmir. Ayağı axsıyır. Sən mənim oğlumla nə işin? İndi gəlin onun üçün ortopedik ayaqqabılara başlayayım. Masaj yazıblar, bir də ortopedik ayaqqabı. Müalicə ilə düzəlmir ya ürəyim. O beynindən travma alan insan düzəlmir. O boyda müharibədə qazilərimiz iştirak elədi. Nə qədər müalicə alırlar, düzəlirlər, düzəlmirlər. Travmadır da o, başdan travma alınıb. O uşaq deyil, o yüksəklikdən yıxılıb da. Yəni düzəlmir da, onu ancaq yola verməlisən də, sakit-sakit. Qoymalı deyilsən ki, o qışqırsın, eləsin. Sakit-sakit də, belə. Tük effekti, ten effekti, pudra effekti 80'dır qiyməti. Все. Eşitirsən mənə, ey? Betu versən, nə bilim, nə seyirsən. Bilmirəm, sən mövzuya hardan girmişsən. Mən lazımı adamlara cavab vermişəm. Davay fızqırt buradan. Davay bloka. Davay bloka. Onu bloka at. Davay bloka. Mən lazımı adamlara lazımı cavabı verdim burada. Mənim izləyicilərim məni çox gözəl tanıyır 6 ildir. 5 il deyə 5 ildir. Onlar məni o qədər gözəl tanıyır. Heç məni anam elə tanımır. Onlar məni tanıyır. Onlar məni o qədər gözəl tanıyır ki, izləyicilərim bilir ki, mən qadına sataşaram, kişiyə sataşaram, uşaqla işim olmaz. Göyərmə qızlar olmur. Yo, təmiz boyalarla işləyir can. Təmiz boyalardır hamısı. Hamısı təmiz boyalardır. Erköyün deyil, yo. Elə erköyün olmur. O erköyünlük deyil. Mənə həkim dedi də, Zaur həkim dedi ki, vəsiyo. Yəni bununla yola ver. Dərmana istəsən dedi, 10 yaşından sonra başlaya bilərsən. Dərmana da istəməsən, bununla sakit-sakit danışın da. Bütün günü qışqırım üstünə. Belə elə, yox, sakit-sakit. Nə isə səhv eləyirsə, sakit-sakit ona başlasın. Onun üstünə düşdükcə o daha da əsəbləşəcək. Vəsiyo. Mən onu sakit-sakit yola verirəm. Mama qurban, ölüm ayağımın altında, qurban olum sənə. Rabiş, git gir yer və yat. Raul, nə olar, sakit ol. Raul, başıma dönüm, Raul, qurban olum. Mənimki ancaq budur. Mənimki ancaq budur. Raul, qurban olum, Raul, başıma dönüm. Gecəm gündüzüm budur. Mənimki ancaq budur. Səhər açılır, axşam heç. Amma məktəbdə özünü çox gözəl aparır da, yəni nümunəvi şagirddir. Sakit, fağır. Prosta bir dənə evdə məndən elətdə, məndən batısı ilə. Can, sənə qurban olaram, mənim böyük bacım, necəsən? Fikrim yoldadır, yo, hər şey qaydasındadır, min şükür Allah. Fikrim yolda. Allah bütün balaları saxlasın, Allah hamımızın balasını saxlasın.
yaxşıdır sizə görə eləyir. Oğlum mənə görə eləyir. Evlənsə nə olacaq? Nə bilim, evlənsə elə qızla ailə qurar ki, valla sakit qızla da. Nə bilim, indi qismət, nə bilim, bəlkə o vaxta qədər əskərliyə gedər, gələr, düzələr. Nə bilim, ayrı. Mən də istəmərəm ki, mənim balam evlənsin, geçsin, qıza əl qaldırsın, sındırsın, cəmaatın əziyyətlə aldığı şeyləri dağıtsın, töksün. İnşallah o vaxta qədər hər şey qaydasına düşər. Mən heç kimin bir tikəsi də mənə lazım deyil ki, mən kimisə balası gəlsin mənim evimdə gəlin olsun, sındırsınlar, dağıtsınlar. Heç vaxt mən ona razı olmaram axı. Mən o qızın hər şeyini alıb qoyaram yerinə ki, cəmaat əziyyətlə alır. Nə bilim, yaxşı olardı o vaxta qədər. Nə bilim. Bilmirik. Atası uşaqları niyə görmür? Atası vallahi uşaqları görür. Niyə görməsin ki? İnşallah sənə canım qurban. İnşallah qurban olaram abla sənə. Atası uşaqları görür, niyə görmür? Mən kiməm ki atasının uşaqları görsətməyim? Qanun var, qayda var, dövlət var. Mən hansı əsnasında uşağı atasına görsətməyə bilərəm ki? Görürlər, ata ilə görüşürlər, ata nənə ilə istəsələr, ata nənəsi ürəyi istəsə görüşər. Mən heç kimin qabağına şərt qoymamışam ki, görüşməyəcəyiz. Atası ilə qalır da görüşürdü. Eşitirsən? Qatıq sənin evindəkilərdir. Eşitirsən? Qatıq sənin anandı, ölündü, dirindi. Davay. Eve girib dəli kimi oluram. Nə bilim, yorumları mən bağlamıram. Yorumları niyə bağlayam? Bu bayaqları bağladım. İstəndim. Ataları yox, evlənməyib. Yaxşı. Ataları evlənməyib, yox. Evlənir, evlənsin də, kişi evlənər də. Qadın da evlənər, kişi də evlənər. Quranda da yazılır ki, heç kim tək qalmamalıdır. Su, burada nə var ki? Barışın da, yox. Barışmaq nədir? Lazım deyil, istəmirəm. Barışmaq neynir? Neynirəm barışım? Yorulmuşam, nə barış? Yorulmuşam, sümüklərim ağrıyır. İş görmək deyil ki, yorulmaq. Adam bezir. Hər şeydən bezirsən. Hər şeydən yorulursan. Bəlkə də ona görə qəbul eləmir, nə bilim. Raul əvvəllər atasını az istəyirdi. Baş üstə ablam. Raul əvvəllər atasını çox istəmirdi də, yəni məni istəyirdi. İndi atasını çox istəyir. İndi məni istəmir. Az mənim vecinə də deyil, istəməsin də mənə, nə olar ki? Qızım da deyir ki, səni üçüncü istəyirəm. Birinci nənəni istəyirəm. Sonra atanı istəyirəm. Sonra səni istəyirəm. Dedim baba qurban. İstəyirsən heç istəmə. Eybi yox. Onlar istə. Mahnı indi qoşuram. Nə mahnısı qoyaq? Atası üçün niyə darıxır ki? Danışırlar da. Danışırlar. Söhbətləşirlər. Atası deyim məşqə yazdırıcı onu, nə bilim nə bilim, görək tayım. Atası məşqə yazdıracaq onu, məşqə istəyir geçsin, nə bilim, görək də. Raul'du da. Sirke ile evi təmizləyib. Bizim evimizdə heç kim gəlmir axı. Mən evi heç kim bırakmıram. Kimsə gələcək deyil. Anam alsın.
Çatırıq olsa 6 dəqiqə xanımın evinə çatırıq qaşa. Hay Allah. Başım dört biri. Ay. Kimi? Kimi tanıyorsunuz? Az ölürüm. Miluçka necəsən həyatım? Mənim dəyərli bacım. Mənim gözəl bacım. Qaşı neçə eləyirsən? 80'dan. Görəm ki. Biraz güzel. Ölürəm atam. Sen mənim ürəyimsən ablam. Sənə Allah can sağlığı versin. Allah sənin o qeyrətli yoldaşıma can sağlığı versin. Siz ailecə gözəl insansınız. Allah səni var eləsin. Mən hamı bilir. Mən bu vaxt, yəni də bu 32 ildə bir dənə adam üzümə tüfürməyib ki, tüfür sənin üzünə, sən nə mındar adamsın. Mən heç vaxt heç kimə sataşmaram az. Otururlar, Raul. Sən Raul'la ne işin var? Raul hele tuvalete gidəndə bir yerini gücündən tapır. Sen Raul'la ne işin? Sen Raul'la ne işin? Sana qurban olum ayalı. Sen benim balamı tanıyırsan. Benim balam bal diye. Mənim xəstə yatanda mənim balam mənə yoğurt açır verir. Sen benim uşağımla ne işin? Sen yerə soxum. Yerə girəsən, necə girmirsən 1.32 boy. Qərə gün, Allah'ın qərə günə sən mənim uşağı yallığını qurban olum ay Allah. Atam diye atam. Ölürəm ondan ötəri. Gedib öpərəm onu, indi qaydaram qaşa, inansan. O qədər ölürəm onun üçün. Ölürəm. Kız prosta baldızıma oxşayır da nervlərini. Onu da istəyirəm abla, onu da istəyirəm. Prosta kız Qurana and olsun, elə bil ki qaynanamla baldızımdır da. Eyni. Mənim boyum zirafədir. Onda kabluk niye giyinirlər ki? Kabluk niye giyinirsiniz ki? Ay kızlar, zirafəyə oxşayacaqsınız. Az mən ora girəcəm. Az sarı xəttəyəm axı, səyləriyiz qırılsın. Abla çəkirək məni. İkinci sıradan birinci sıraya keçə bilmərəm axı. Beğeniyorum hadi işte. Azlar, çor, zehir. Buradan bir dəfə gedəndə 2 bal yemişdim bazı. İkinci xətdən birinci xəttə girmişdim. Allah mənə bəlamı verməsin, yazığım. Mənə təmənnasız öyrətmişdilər. Təmənnasız jest eləmişdilər, mən sağ olsunlar. Gözdə görürüm, az paltomu. Bu niyə belə sürür, ay Allah. Kim
Kimsə mənə zəng vurur. Uşaqlar konumdayım, qurban olaram sizə. Bir dənə dayanın. Qabaqdan sağ. Hə? Ay can kukulam. Dayanırım, mikrofonu koyun. Bu niye set tutmur? Alo. Qabaqdan sağdır da. Hərbiçilərin binasıdır da onda. Bir de burada da. Şu da burada. Ha yoksa ne deyir?